Salam, hər vaxtınız xeyir olsun. Bugün mən bu videoda Biologiya 2025-ci il taym test toplusundan 4-cü ümumi sınavın 8-ci sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, toyuğun yumurtalığının çoxalma zonasına 64 cinsi xromosomu olan hüceyrə sayı qədər hüceyrələr yetişmə zonasına daxil olarsa, sonda əmələ gələn yönəldici cisimciklərdən maksimum neçəsi Y xromosomu olur? Bilirik ki, hər bir hüceyrədə, yəni somatik hüceyrədə 2 cinsi xromosom olur. Bunun üçün 64'ü bölürük 2'yə, tapırıq ki, 32 hüceyrə yetişmə zonasına daxil olur. Və meyoz bölünmə zamanı 32 hüceyrə hər birindən 4 hüceyrə əmələ gəldiyi üçün 4'ə vururuq, olur 128 hüceyrə. Bunun isə demək, toyuq dediyi üçün heterogametdir. Demək 64'ü X xromosomlu, 64'ü isə Y xromosomlu hüceyrə olur. Və yönəldici cisimciklərin maksimum Y xromosomuna malik olması üçün qametlərin hamısı X xromosomu olmalıdır. Qamet də başlanğıc hüceyrənin sayına bərabər olur. Demək 32 X xromosomlu qameti çıxırıq. Burada 32 X xromosomlu yönəldici cisimcik olur. 64 isə Y xromosomlu. Demək, yönəldici cisimciyin Y xromosomunun yəni olması üçün, yəni maksimum yönəldici cisimcik Y xromosom dəstinə malik olması üçün, demək, qametlərin hamısı X xromosom dəsti olmalıdır. Doğru cavabımız olur B variantı.